İlahi, biz sənə hörmətsizlik eləmək üçün günah eləmirdik. Bizi nəfs aldatdı, bizi şeytan aldatdı, günah elədik. Biz günah eləyəndə bizim məqsədimiz sənə hörmətsizlik eləmək deyil idi, İlahi. Biz gəlmişik bugün sənlə barışmağa. Gəlin bu gecə Allahı təhdid eləyək. Təəccüblüdür. Bəndə Allahı təhdid eləyə bilər? Necə bəndə Allahını təhdid eləyə bilər? Adamı təhdid eləyəndə nə edirlər? Silahla təhdid eləyirlər. Bəndə də Allahını təhdid eləyəndə silahı var. O silah nədir? O silah onun göz yaşıdır. Əli əleyhissalam buyurur, İlahi, rəhm elə o bəndəvə ki, onun göz yaşından başqa heç nəyi yoxdur. İlahi, mən özüm üçün deyirəm, mənim bir olsa əməlnaməmdə bir dənə göz yaşım ola bilər. Başqa bir əməllə sənin qapıva gələ bilmirəm. Mən ümumiyyətlə heç sənin qapıva gələ bilmirəm. Sən demisən, mənə bir addım gəlin, mən 10 addım gəlin. Mən heç o bir addımı da gələ bilmirəm sənə tərəf. Mən heç o bir addımı da gələ bilmirəm. Bir dənə əməl gətirə bilərəm, o da mənim göz yaşlarımdır. Özdə xəcalət göz yaşı ilə gəlmişik. Yəni, İlahi, bağışlamasan ağlayaram. Ağlayaram sözünü eşitmək istəmir Allah. Deyir, mənim bəndəm ağlama, narahat olma, bağışladın. Bağışlamasan ağlayarıq, göz yaşı tökərik sənin dərgahına. Allah deyir, ağlama, ağlama, bağışladın. Bütün günahları bağışladın. İlahi, sənin qapıva pənah gətirmişik bugün. Biz səndən başqa günahlarımızı bağışlaya biləcək bir qapı tapmamışıq, ona görə bu qapıya gəlmişik. Sən bizi qapından qovsan, biz hara pənah aparaq? Biz hansı qapıya pənah aparaq? Biz elə yenə bu qapıda qalacağıq. Hamı mənə deyir ki, bu gecənin qədrini bil. Hamı mənə deyir ki, bu gecəni fürsət bil özünə. Bu fürsəti qənimət bil. Mən Allaha deyirəm, İlahi, bu gecəni qənimət bil. Mən Allaha deyirəm. Hamı mənə deyir, mənim üçün fürsətdir, mən sənə deyirəm, İlahi, sənin üçün fürsətdir. Bu fürsət əlvə düşməyəcək. Mən o bəndələrdən deyirəm, hər gecə sənin qapıva gəlim. Gəlmişəm, məqamında tutmusan məni. Sənin üçün fürsətdir. Qənimət bil. Bir dənə insan eləyə ki, Allah onu sevər. Allahı xatırlaya bilsən bu dünyada. Allahı xatırlayıb yada sala bilsən, sənə qarşılığı bu olacaq ki, Allah səni sevəcək. Allah səni sevsə, sən də Allaha aşiq olacaqsan. Həyatın əsl mənası bundan ibarətdir. Ki, sən səni yaradana aşiq olasan. Sən səni yaradan varlığı sevə biləsən. Ey günahla özünə zülm eləyən bəndələrim, ümidsiz olmayın Allahın rəhmətindən. Allah bütün günahları bağışlayar. Nə günah eləmisənsə, heç şübhə eləmə ki, Allah bütün günahları bağışlayar. Sən günah eləyirsən, itaətsizlik eləyirsən, qarşılığında o sənə yaxşılıq eləməklə məşğuldur. Mən ona günah eləyirəm, itaət eləmirəm, o mənə neymət verir. O məni sevir. O məni bəndəlikdən çıxartmır. Günah eləmişsiniz, mənim hakimiyyətimdən çıxmaq istəmişsiniz. Siz bəndəlikdən əl çəkmişsiniz, amma mən elə Allaham, elə sizin Rəbbinizəm. İnsan bu səhnələri görəndə acizliyin başa düşür və aşiq olmağa çalışır. Çünki belə Allahı sevməmək mümkündür. Məyər sən o Allah deyilsən ki, deyirsən mənə arxa çevirib gedənlər, kaş biləydilər arxalarıca necə həsrətlə baxıram. Həsrətlə baxıb məni gözləmirsən. İndi gəlib çıxmışam. Necə gəlmişəm, özün gətirmişsən. Bizi qapısından qovmur, bu günahların qabağından. İstəsən tövbə eləyəsən, qaydasan, buyurur, mən səndən küsməmişdim, sən məndən küsmüşdün. İstəyirsən mənlə barışasan, məndən barışmaq çox asandır. Niyə? Ona görə ki, mən küsməmişdim səndən. Sən məndən küsmüşdün, günah eləyirdin. Sən barış məndən. Sən mənə günah eləyəndə də mən səndən küsməmişdim. Ehtiyacsız Allah gecə gündüz bizim dalımızda düşüb, inanın dalımızda düşüb ki, mənim bəndəm gəl bağışlayım. İlahi, day qoyma gedim. Axı sən istəmirsən mən bədbəxt olum. Sən məni xoşbəxt olmaq üçün yaratmısan. Sən məni düzəltməsən, mən özüm düzələ bilmirəm, İlahi. Gərək sən məni düzəldəsən, mənim ixtiyarıma buraxsan, mən düzələ bilmirəm. Neçə ildir ki, ibadət eləyirəm, düzələ bilməmişəm. Bundan sonra da çətin düzəlir. Gərək sən məni düzəldəsən. İlahi, özümüzə zülm eləmişik. İlahi, ruhumuza zülm eləmişik. Nəfsimizə zülm eləmişik. Birdən bizi bağışlamasan, ziyankarlardan olarıq. İlahi, biz nə qədər də pis olsaq, yenə də sənin bəndənik. Yenə də biz sənə iman gətirmişik. Biz nə qədər də günah eləsək, iman gətirmişik.
İlahi, sənə iman gətirən bəndəni necə cəzalandıracaqsan? Sənə ibadət eləyən üzləri cəhənnəmdə yandıracaqsan. Sənin təklifi təsdiq eləyən ürəkləri cəhənnəmdə yandıracaqsan. Heyhat, ma hakəsə zənnubik. Sən barədə belə gümanda olmaram. İnanmıram sən belə eləyəsən, inanmıram. Biz sənin rəhmətivə, sənin güzəştivə pənah gətirmişik ilahi. Sən bizi rəhmət sifəti ilə çağırmısan, biz o rəhmətə pənah gətirmişik. İlahi, sənə ümid bəsləmişik, sənə ümid bəsləyən bəndəvi necə naümid eləyərsən? Gəldi bir çöl ərəbi idi. Dedi, ya Rəsulallah, qiyamətdə əməllərimizi kim haqq hesaba çəkəcək? Peyğəmbər cavab verdi ki, Allah qışqırdı, nəcəuna və Rəbbil Kəbə. And olsun Kəbənin Rəbbinə nicat tapdıq. Niyə ay ərəb? Ona görə ki, kərim şəxsdir. Kərim şəxs, kəramətli şəxs qüdrətə çatanda intiqam almaz, bağışlayar. Cılız adamlar qüdrət sahibi olanda intiqam alır. Kəramətdilər qüdrət sahibi olanda intiqam alınır. Odur ki, mən nicat tapdım. Bir cavan günah eləmişdi, oğurluq eləmişdi. Bir müddətdən sonra gəldi, kimin ki evində oğurluq eləmişdi? Gəldi, dedi ki, mən sənin evində oğurluq eləmişdim, etiraf eləyirəm. Dedi, səni nə vadar elədi ki, axı sən etiraf eləyirsən, onsuz da heç kəs bilmirdi. Oğurluğumun üstü də açılmamışdı, mən niyə etiraf eləyirsən? Dedi, ümidlə gəldim qapıva, ümid bəslədim ki, sənin qapıva gəlim, etiraf eləyim, etirafdan sonra sən məni cəzalandırmazsan. İlahi, bir insan onun qapısına ümidlə gələni bağışlayır. Biz sənin qapıva bu ümidlə gəlmişik. Ümidlə gəlmişik ki, günah da eləsək sənə iman gətirmişik. Səni düzgün şəkildə zikr eləyə bilmirik, amma çalışırıq düzgün şəkildə zikr eləməyə.